Bu AI dövründə mən şəxsən özüm ümumiyyətlə televizora baxan insan deyiləm. Çünki İqor Şıvalovun qızıdır və çox dəhşətli vəziyyətdə ifa eləmişdilər. İndinin özündə tamamilə deyərdim ki, çox böyük risk altındadır. Amma birisi kitabını götürməmişəm. Çətindir video çəkmək, Allaha qoşaqlar. Onu əminliklə deyə bilərəm ki, bizim beynimiz killer beynidir. Bu o qədər də yaxşı məsələ deyil. İnsan beyninin yaşlanmasının qarşısını alan Okey, paqnali. Uşaqlar, salam. Kanalıma təkrar yenidən xoş gəlmisiniz. 1000 il sonra video çəkirəm. Nəyə görə yoxladım, bunun belə izahını vermək istəyirəm. Çünki uşaqlar, bu procrastination deyildi, atlojinejen sendromu falan yaşamırdım. Bu konkret olaraq üst qonşumuzun noyabr və fevral aylarında, yəni kirayə işinlərin bizim evə su axıtması ilə nəticələnən və mənim bir kameramın xarab olması, kompüterimin, printerimin, yeni aldığım mikrofonların xarab olması ilə nəticələnən vəziyyətlə əlaqədar video çəkə bilmirdim. Aydın məsələdir ki, kompüter və printeri düzəltdirməliydim. İkinci dəfə yenə kompüterim və printerim xarab oldu. Məsələnin digər texniki tərəfini həll eləmək, yəni kameranı almaq. Bilmirəm, fikir verim sizə yox. Mən musiqi dərs videolarını 2 dənə kamera ilə çəkirəm. Biri balaca kameradır, biri bu kameradır. Bunun da zaryadkası xarab olmuşdu. Əlbəttə ki, bunları bərpa eləmək müəyyən bir vəsait tələb eləyirdi. Çünki dəymiş heç bir maddi ziyan qarşılanmamışdı. Короче, вот так вот. Yəni ki, ona görə yoxladım uşaqlar. Bugün ənənəvi bir videodur. Hansı ki, mən burada olmadığım müddətdə nələrə baxmışam, nələri izləmişəm, sizin üçün faydalı ola biləcək, özüm üçün maraqlı hesab elədiyim hansısa nələrdənsə danışacağım. Gəlin, başlayaq. Sənla, dayan görüm. Birinci danışmaq istəyirəm uşaqlar kadenza orkestrından. Çünki çox yaxşı işlər görürlər. Mən uşaqlar akademik, yəni mən ixtisasım musiqişünaslıqdır. Və akademik musiqi nöqteyi nəzərindən o qədər möhtəşəm işlər görürlər ki, istər keçirdikləri portret konsertlər, o görüşlər, elə insanlardan görüşlər keçirirlər ki, Rəhman Bədəlov çox təəssüf ki, bu dünyadan köçüb getdi. Cavanşir Quliyevlə, Rəhlə Sənavan əsərləri səslənir. Bilirsiniz, akademik musiqi nöqteyi nəzərindən, qısacası bu yaxınlarda mənə dərs demiş Ayda xanım Taxazadə, yəni Azərbaycan musiqişünaslığının, nə bilim, gigant, həqiqətən gigant insanlarından biri. Daha sonra ondan əvvəl Gövhər xanım Hüseynova da rəhmətə getmişdi. Bu insanlar dünyadan köçəndə sanki elə bil ki, bir epoxa bağlanılır. Çox qəribə hiss edirəm. Bu bilmirəm, bəlkə də həyatı, demirəm, çox belə həyat təcrübəm var, dünyanı tamlıqla dərk edirəm. Tamamilə başqa bir sivilizasiyaya doğru gedirik. Belə yəni, çox yaxşı işlər görülür. Yəni, həqiqətən də çox təqdirə layiqdir. Çox sevinirəm. İstər 21-ci əsr musiqisinin səslənməsi belə həqiqətən də, yəni akademik musiqi nöqteyi nəzərindən çox sevindirici haldır. Mən sonuncuda 2 dənə konsertində olmuşdum. Onlardan biri İsmail Hacıbəyliyə həsr olunmuş konsertdir. Digəri isə Ayaz Qəmbərlinin portret konsertində olmuşdum. İsmail Hacıbəylinin konserti, bilmirəm, onun haqqında danışmağım nə dərəcədə düzgündür. Uşaqlar, siz nə mənada? Mən ümumiyyətlə hansısa musiqi dərs videosu çəkəndə də o qədər utanıram və ümid edirəm ki, heç bir müəlliməmin qarşısına çıxmır. Çünki həqiqətən mənə elə müəllimələr dərs deyib ki, əlbəttə ki, hamısı yox, amma mənim müəllimələrim var ki, çox utanıram və ümid edirəm ki, heç birinin qarşısına çıxmır. İsmail Hacıbəyli haqqında da danışmağa özümdə cəsarət tapa bilmək. Sadəcə bunu deyə bilərəm ki, uşaqlar, çox təəssüf edirəm ki, onun əsərləri tez-tez səslənmir və mən belə fikirləşirəm ki, ümumiyyətlə o, Azərbaycanın vizit kartoçkası ola biləcəyi bir bəstəkardır. Mən burada Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikret Əmirov, əlbəttə ki, onların dəyəri qiymətsizdir, o nöqteyi nəzərdən demirəm. Amma İsmail Hacıbəylinin o qədər özünə məxsusdur ki, əsərləri. Hətta xatırlayıram ki, biz İsmail Hacıbəylinin konsert Ştyuk əsərinə qulaq asmışdıq. Yekunda belə bir nəticəyə gəlmişdik. Bu sanki həm Azərbaycan bəstəkarıdır, həm də Azərbaycan bəstəkarı deyil sanki. Burada onu deməyə çalışmam, uşaqlar, o Azərbaycanlı deyildi. Yox, onun əsəri görə bilmə, o mıшление çox özünə məxsusdur. Əlbəttə ki, həmin günüsü Ülvə xanım Hacıbəyli də öz ifası ilə bizləri sevindirmişdi.
Bir də Ayaz Qəmbərlinin portret konsertinə getmişdim. Ayaz Qəmbərli bugünkü indiki dövrümüzün yaşayan bəstəkarlarındandır. Konsert haqqında bunu deyə bilərəm ki, bilmirəm, bəlkə də mən çox böyük bir gözlənti içərisində getmişdim. Düzdür, 21-ci əsrdə bu insanlığın hal-hazırda bizim yaşadığımız o apokalipsisi hiss eləmişdim konsertdə. Amma onun cavablarını eşidə bilmədim. Çox ciddi hansısa cavablar gözləyirdim. Uşaqlar bir kadenza orkestrinin Bakı Müasir Musiqi Cəmiyyətinin də əlimdən gəldiyi qədər onların aşağıda bütün sosial şəbəkə hesablarını yerləşdirməyə çalışacağam. İstəsəniz gedərsiniz. Çünki giriş ödənişsizdir. Amma əgər hardasa 14 yaşından yuxarısınızsa və akademik musiqi ilə bağlılığınız biraz varsa, başa düşürsünüzsə getsəniz daha yaxşı olmuş olar deyə düşünürəm. Bunu siz hansı nöqtəyə? Əslində bunu tək, yəni kadenza orkestrinin konsertlərinə görə demirəm uşaqlar. Yəni 21-ci əsr musiqisini dinləmək bəlkə biraz sizin üçün çətin ola bilər, birdən-birə o nöqteyi nəzərdən deyirəm, amma ümumən də hətta yəni bu kadenza orkestrinin olmasın, nə bilim, Haydn, Mozart, Beethoven də olmuş olsa, mütləq formada evdə bəstəkar haqqında, əsərlər haqqında tədqiqat aparıb gedin. İndi çox yaxşı ki, internet var və internetdə daxil olduğunuz zaman sadəcə düzgün mənbələri oxumağınızı tövsiyə edərdim. Çünki bir dəfə Beethovenin Ay sonatası haqqında elə miflər yazılmışdı ki, heç Beethoven heç vaxt heç bir sonatasına ad verməyib, bircə vida ayrılıq görüş sonatasını adlandırıb. Yəni o Ay sonatasını özü adlandırmayıb. Biraz daha diqqətli olmuş olsanız əsərləri dinlədiyiniz zaman, məsələn, həmin o Ay sonatasının girişindəki ritmik fiqurun Chopin'in sonatasının ritmik fiqurla eyni olduğunu aşkara çıxarda bilərsiniz. Ay sonatasının adını illər sonra bir musiqişünas adlandırmışdı. O İsveçrədə göldə baxdığı zaman ayın oradan əksini görmüşdü və o ona bənzətmişdi. Yəni Beethovenlə heç bir əlaqəsi yoxdur. Amma çox yaxşı kitablar tapmaq olur. Belcanto var. O konkret olaraq kitablardan məqalələri yerləşdirir. Yəni kitablardan olan atributlarda hissələri yerləşdirir, hansı əsər haqqında, hansı bir bəstəkar haqqında. Orada aşağıda da göstərir, yəni hansı kitabdan olduğunu. Yəni onu tövsiyə edə bilərəm. Belcanto onu da yerləşdirərəm aşağıda. Yəni sözümü ona getirməyə çalışıram ki, uşaqlar, operaya da getmiş olsanız mütləq formada əvvəlcədən baxın. Çünki siz gedərsiniz, bir məsələni də nəzərə alın ki, operalar, indi mən bizim opera baletin repertuarını yadıma salmaya çalışıram. Operalar İtalyan dilindədir, əsasən İtaliyada yaranıb da. İndi bizdə Carmen də qoyulur, Carmen fransız dilindədir. Gedərsiniz, tamamilə içinə başa düşmərsiniz. Muğam operaları haqqında da bunu deyim ki, muğam operaları uşaqlar çox spesifik, özünə məxsus bir janrdır. Yəni nəzərə alın ki, siz Leyli Məcnuna gedəcəksiniz də, допустим deyirəm. Bu 16-cı əsrdə, bu qəzəl ədəbiyyatıdır. Yəni qəzəlin özünü dərk eləmək ayrı bir məsələdir ki, qaldonun musiqisi, yəni muğamın özlüyündə çox mürəkkəb daxilində, həqiqətən də kompleks formasında olan çox spesifik bir janrdır. Və yaxud da ki, baletə də getmiş olsanız bir məsələni nəzərə alın ki, orada pas de deux, fouette, battement tendu, onların hər bir hərəkətinin izahı var. Onları biləndən sonra çox gözəl, yəni zövq ala bilərsiniz. Hətta internetdə çox yaxşı bunun izahları var. Mən Nikolay Tsiskaridzenin bir dostu var. Daha doğrusu eyni Moskovski xoreografический училищеdə bərabər oxumuşdular. İlya familiyası adından çıxıb. O öz həyat yoldaşının bir kanal açıb, Smart Ballet. Həmin o kanalda pandemiya vaxtı çəkilmiş videolar var. Hansı ki, orada məsələn Spartak baletini orada izah edir. Okey, Spartak Xaçaturiyanın da, amma sırf o nöqteyi nəzərdən demirəm də. Oradakı elementlərin izahı nöqteyi nəzərindən başqa videolar da var uşaqlar. Hətta Nikolay Tsiskaridze Legenda Lyubvidə, yəni məhəbbət əfsanəsində Fərhad obrazını canlandıran balet artistlərindəndir və hətta o Bakıya gəlib, Arif Məlikov Legenda Lyubvi haqqında çəkilən filmində aparıcısı olub. Həmin o linkləri yerləşdirəcəm aşağıya, istəsəniz baxarsınız. Bunun haqqında kitablar da var, uşaqlar, yəni tapmaq olur. Yəni hətta internetdə mən görmüşdüm, hansısa ifaçıları müqayisəli formada. Məsələn, Maya Mixaylovna necə ifa eləyib, Rudolf Nureyev necə ifa eləyib. Amma uşaqlar, bunda deyim, bütün onlara baxdıqdan sonra da həddən ziyada çox böyük bir gözlənti içərisində getməyin. Sizdə hansısa bir konsertə gedirsinizsə, mən burada qətiyyən həmin bu sahələrdə çalışan tanışlarım var. Onlar kifayət qədər çox əziyyət çəkirlər. Onların əziyyətini azaltmaq nöqteyi nəzərindən qətiyyən demirəm. Sözü mütləq mənasında onlar can qoyurlar. Nəzərə alın ki, artıq həmin dövr deyil və o ideallıqda ifanı gözləməyin. Bilməyiniz çox yaxşıdır, baxdığınız zaman başa düşə biləcəksiniz. Amma istənilən halda maksimum gözlənti içərisində getməmənizi tövsiyə edirəm. Ora gedən zaman intellektin olmalıdır. Yəni həmin o musiqini başa düşmək üçün sən intellekt
şiddətə sahib olmalısan, yeni informasiya olmalı, podkovun olmalısan da bir növ. Əvvəlcədən sözü mütləq mənasını tədqiq eləmək lazımdır. Şəxsən mənim dəfələrlə, indi də bu hallar yaşanır, çox təəssüf ki. Məsələn, xaricdən hansısa bir orkestr gələndə hissələr arası əl çalmaq olmaz da. Bu çox adi və həqiqətən indiyənə qədər də problem olan bir məsələdir. Hansı ki, yəni gələnlər bilmirlər ki, neçə hissəlidir əsər, simfoniyadır, indi hər hansısa bir əsərdirsə, sonatada da tapmışsın. Və birinci hissə bitən kimi hamı əl çalır və xaricdən gəldiyi zaman orkestrlar, yəni adam özünü pis hiss elirdi. Çünki onlar da bilirlər ki, publikanın əsərdən xəbəri yoxdur da, yəni elə əl çalır. Bu biraz adama yaxşı təsir göstərmir. Yadımdadır ki, biz axırıncı dəfə konsertə gedəndə, yəni qızlarla, elə bir vəziyyət idi ki, birinci hissə qutaran kimi, yəni gözləyirdik ki, siz ola, yəni əl çalan olmuş olsa onları saxlayaq ki, əl çalmasınlar da. Bu o qədər də yaxşı məsələ deyil. Yəni, məncə. Musiqi dinlənməsi ayrıca bir prosesdir və çox diqqətli olmaq lazımdır da o nöqteyi nəzərindən. Ki, əgər alətdə ifanı bilirsinizsə, bu daha da yaxşıdır. Sonuncu dəfə Merşovanın kanalında bir neyrobioloq oğlan gəlmişdi. Deməli deyir ki, yeni bir dil öyrənmək, nə biləm, şahmatı bilmək və oynamaq əslində insan beyninin yaşlanmasının qarşısını almır. İnsan beyninin yaşlanmasının qarşısını alan hansısa bir musiqi alətində ifanı bacarmaqdır. Onun da linkini belə aşağı yerləşdirərəm, istəsəniz baxarsınız. Məncə də bu çox əhəmiyyətli bir məsələdir. Görünür orada kiçik motorika işləyir. Ümumiyyətlə musiqi alətində ifa o qədər çox ciddi konsentrasiya tələb eləyir. Mən də ifaçı olmuşam. Onu əminliklə deyə bilərəm ki, bizim beynimiz killer beynidir. Biz elə formada tərbiyə alırıq. O qədər elə bir sistemdə böyüdülürük ki, mənim Asif Zeynalda bir müəlliməm var idi, deyirdi ki, biz elə bil hər semestrdə uşaqlar proqram təqdim eləyirdik və səhnəyə çıxırdıq. Mənim müəlliməm deyirdi ki, sən 200%-nə hazır olmalısan ki, 100%-ni səhnədə təqdim eləyə biləsən. Həmin vaxtı bütün bədənin, beynin, öyrəndiklərin çox əziyyət çəkirlər. Həqiqətən ifaçılıqla məşğul olmaq, bu musiqinin istənilən sahəsi ilə məşğul olan insanlar həqiqətən də bu asan məsələ deyil. Sözün mütləq mənası çox çətindir, amma canlı musiqini dinləmək, canlı ifaya baxmaq çox başqa bir təcrübədir və tövsiyə edirəm ki, özünüzdə onu formalaşdırın və ondan zövq almağa başlayanda, əslində elə teatr üçün də bunu deyə bilərəm ki, mən teatra getməyi də çox sevirəm. Bu AI dövründə artificial intelligence-in demək olar ki, həyatımızı tamamilə zəbt elədiyi bir dövrdə. Yəni artıq aktyorlara, aktrisalara ehtiyac yoxdur, artıq bəstəkarlara ehtiyac yoxdur, ifaya ehtiyac yoxdur. Düzdür, əlbəttə ki, diqqətlə dinləyəndə hiss eləmək olur ki, yəni bu təbii deyil. Amma o təbii olmaması artıq əhəmiyyətli olmuş büdcə nöqteyi nəzərindən. Ümumiyyətlə, incəsənət hər zaman çox böyük bir risk qrupundaydı. İndinin özündə tamamilə deyərdim ki, çox böyük risk altındadır. Əslində, bütün deyərdim ki, sahələr tək incəsənət yox, sadəcə ən çox hasar alan sahə hardasa incəsənət sahəsidir. Yəni, o nöqteyi nəzərindən açığı mənim üçün əsas olan odur ki, teatrlar var. Əslində, uşaqlar bu səviyyənin mi deyim, o plankanın mı deyim, aşağı düşməsi tək Azərbaycanda müşahidə olunan bir vəziyyət deyil. Başarı teatrda Anyuta adında bir balet var, hansı ki, Yekaterina Maksimova vaxtı zamanında, özdə 40 yaşında olarkən 18 yaşlı bir cavan qızı elə bir obraz elədi də. Çox ideal formada canlandırıb. Hətta əgər səhv etmirəmsə, onun xoreoqrafı, yəni baletin xoreoqrafı həyat yoldaşı olmuşdu. Sonuncu dəfə həmin o baş rolu veriblər İqor Şıvalovun qızına. Niyə görə veriblər? Çünki İqor Şıvalovun qızıdır və çox dəhşətli vəziyyətdə ifa eləmişdilər. Nə mənada? Yəni əslində çox tez tempdə gedir. Amma orkestr o qədər asta ifa eləmişdi ki, çünki qız yəni çatdırıb düzgün eləyə bilmirdi həmin o elementləri. Yəni bu kimi məsələlər adam fikirləşir ki, o okeydə, yəni başqa teatrın səhnəsində bunun olması. Bilirəm ki, orada Şelkunçikdə əvvəllər Anjelina Vorontsova canlandırırdı. Çox yaxşı ifa eləyirdi. Hətta Nikolay Tiskaridzenin özündən sonuncu illərdə ifa eləmişdi. 2012-2011-ci illərdə. Ondan sonra o Anjelina da oradan çıxıb, düzdür, əlbəttə ki, indi müəyyən hansı bir yaş dövrdə var. Düzdür, qadınlar üçün o qədər də deyil. Qadınlar 40 yaşa qədər, hətta 40 plusa qədər də ifa eləyə bilirlər. Amma hal-hazırda Denis Rodkindir bildiyim qədərlə Şelkunçik. Məsələn, orada biletlər ploşetdə satılır, qiymətlər çox qaldırılıb. Amma daxil olmuş olsanız Bolşoy teatra, polopustoy parter. Bu kimi problemlər ortada var. Mənim sadəcə olaraq istədiyim və arzum ifa olunsun. Əsas odur ki, teatrlar yaşasın, istənilən bir teatr. Bu istər dramatik teatr olmuş olsun, istər opera balet. Mən həqiqətən də o canlı ifanı, mən o zaman yaşadığımı hiss edirəm. Həmin o keçirdiyim o 2 saat ərzində həqiqətən də o dünyadan, olanlardan uzaqlaşıb çox böyük zövq alıram. Mənə elə gəlir ki, bunu təcrübə etdiyiniz zaman siz də zövq ala biləcəksiniz ki, bu əvəz olunmaz bir təcrübədir. Amma belə deyə bilərəm, tənqid əgər baxmaq istəsəniz, məsələn,
Sonuncu dəfə mən Eldar Mansurovun, Əmid Həmidovun podkastı var. Ona qulaq asmışdım. Orada müəyyən məsələləri dilə gətirmişdi. Hansısa problemlər. Amma bir məsələni nəzərə alın ki, uşaqlar orada intervyu götürən musiqiçi deyil. Ona görə çox başqa mövzulardan da danışmışdılar. O dilə gətirmişdi ki, nəyə görə musiqili teatrda Leyli Məcnun operası səhnəyə qoyulur? Axı bu binanın adı musiqili teatrdır. Və yaxud da ki, nəyə görə opera balet teatrında hansısa musiqili komediya, yəni Üzeyir Hacıbəylinin musiqili komediyası olmasın, bu olsun məsələn də niyə görə səhnəyə qoyulur? Axı bu opera balet teatrıdır. Məsələn, adicə bunun kimi. Əslində bunu hamımız görürük, hamımız bilirik. Orada başqa məsələn mövzularda toxunmuşdu. İstəsəniz baxarsınız. Bir də Əzizə Mustafazadənin o podkastda intervyusuna baxmışdım. Orada bunun üçün bunun üçün dediyim, yəni ümumi olaraq təklif, yəni caz haqqında əlbəttə ki danışmışdılar. Təklifi olmuşdu ki, məsələn, bu belə bir fikir irəli sürmüşdü ki, Almaniyada bir kanal var. O Almaniyada yaşayır. Şəhər yadımda deyil hansı şəhərdir uşaqlar, amma Almaniyada bir kanal var, hansı ki daimi olaraq oradan caz translyasiya olunur. Bilmirəm, məsələn, bu nə dərəcədə bizdə effektiv ola bilər. Bizdə mədəniyyət kanalı var. İndi mədəniyyət kanalının reytinqləri nələrdir? Mən şəxsən özüm ümumiyyətlə televizora baxan insan deyiləm. Mənim ətrafımdakı ümumiyyətlə heç kim demək olar ki, televizora baxmır. Mən sonuncu dəfə televizora bilsiniz nə zaman baxmışdım uşaqlar. Axundovun deməli aşağısında Book Cafe var. Bufetdə belə deyim. Orada görmüşdüm. Yəni bizdə kanallar var və orada müəyyən hansısa verilişlər gedir. Bilmirəm, bəlkə ola bilsin ki, çox böyük bir massaya təsir edə biləcək hələ də böyük bir gücə sahibdir televizorlar. Bilmirəm. Yəni bunun haqqında tənqid eləməsində o qədər də çətin bir məsələ deyil. Təklif yönümlü tənqid və həmin o təklifin də bütün o bugünün reallıqlarını nəzərə alaraq olunması məsələsi. Mən demirəm ki, televiziyamızda yəqin ki, müəyyən məsələlər yolunda getmir. Artıq hər kəsin əlində telefonun olması və oradakı məsələlər də var. Bilmirəm uşaqlar, yenə də deyirəm, bu haralara gətirib çıxardacaq və hansı nəticələri olmuş olacaq ümumiyyətlə bu gedişatın, inanın bilmirəm. Sadəcə, yəni əgər istəsəniz həmin o videolara aşağıda link olaraq yerləşdirərəm və baxarsınız. İndi gələk nədən danışacağam? Kitablardan.